Salam değerli izleyiciler. Size 3 aldadıcı sualın izahını vereceğim bugün. Deməli 16-cı testə baxırıq. Cümləni necə tamamlasaq qoşmasız olar. Cümlə belədir. Qoca ilə yaxın idi ki, A variantı ondan hər şeyi soruşsun. B variantı hər şey birdən-birə dəyişdi. C variantı oğlundan məktub almırdı. D variantı bu cümləni istənilən halda qoşma işlənmiş cümlə kimi düşünə bilərik. Y variantı bəlkə xeyri olmadı. Videonu dayandırın, baxın, sonra təzədən izaha cavabı çıxardın, təzədən izaha baxın. Baxın, burada deyir ki, qoca ilə də edə bilir. Bir də qoca il, yəni ay mənasında da işlənə bilir. O da C variantıdır. Baxın, qoca ilə yaxın idi ki, oğlundan məktub almırdı. Yəni bir ilə yaxın idi ki, oğlundan məktub almırdı. Ona görə cavabımız burada C variantıdır. İkinci sual. İkinci suala baxırıq. Yəni 14-cü sual. Hansı cümlədə nida yoxdur? Baxırıq. A. Ax, rəngli cümlələr, boyalı sözlər, abırlı, ismətli, həyalı sözlər. Burada ax nidası var. B-yə baxaq. Aman, ya Rəb, elə burada ya Rəb sözü var. Digərlərinə ehtiyac yoxdur. Sonra yəni çağırış nidası var. Aman var. C variantı qalsın. D variantına baxaq. Ah, niyə görmədim gözündə sönən son həyat eşqini, son arzusunu. Və D variantı da ah var. Y variantına baxırıq. Tarimar görürəm, bu bəsdir mana. Ey məni tərk edən, qal yana-yana. Burada da ey var. C variantına baxın. Söz süvrəmdə günəş dilim, ay dilim. Dərələrə qol paylayan çay dilim. İndi bura baxın. Deyir günəş dilim deyirsə burada artıq ay nida, çağırış nidası yox. Ay, yəni göydəki ay mənasında işlənir. Ay dilim, günəş dilim, ay dilim. Və buradakı C variantındakı ay sözü isimdir. Ona görə cavabımız C variantıdır, yəni nida yoxdur. Keçirik 3-cü suala. Yəni 15-ci sual. Hansı cümlədə eyni söz iki fərqli nitq hissəsi kimi düşünülə bilər? A variantında atı sürətlə qaçırdı. Burada yoxdur. Yəni eyni hissəsi kimi düşünə bilən sözlərdir. A variantı deyil. B variantına baxırıq. Bağında nərgizlər, lalələr bitir. Nərgizləri, lalələri bitir. Fərqi yoxdur. Yenə isim olur. C variantına baxırıq. Yox, C-ni saxlayaq. D-yə baxırıq. Üsyançılara kəndə yardım etdi. Ümumiyyətlə burada yəni eyni hissəsidir. Sonra düzü vergül var. Deməli modal sözdür. Hələ də gəzməyə bilərdin. Burada yoxdur. Amma C variantına bax. Baxın, haraya getdin? Bir sual avazı kimi haraya getdin? Sual avazı kimi işlənir. Bir də ki, hara, yəni kiminsə harayına getmək anlamında deyir. Artıq haraya getmək anlamındadırsa, isim kimi düşünülə bilərik və ikisi də yəni bir isim, bir sual əvəzi kimi düşünə bildiyimiz üçün C variantı cavabımızdır.